izlədiyiniz, dinlədiyiniz və bu möhtəşəm 8 noyabr Zəfər günü tədbirimizin mükəmməl olmasında iştirak edən bütün bizim əməkdaşlarımıza, səhnə alan sənətçilərimizə, həmkarım Zeynəb xanım Kəngərliyə sizin gürültü alqışlarınızla Fərhad Həbibiyə alqışlar gəlsin. və bizim bugünkü tədbirimizin baş tutmasında şəxsən maraqlanan və onun təşəbbüsü ilə bugün biz konsert proqramı ilə sizin qarşınızda olduq. Bizim möhtərəm başçımız cənab Rafiq bəyə bir alqış istəyirəm. Çünki onun gəlişi ilə həqiqətən də Cəlilabadımızda huzur, bərəkət, ab-hava çox gözəl oldu. Abadlaşma çox möhtəşəm olub. Təşəkkür edirəm mən bir Cəlilabadlı olaraq şəxsən öz adımdan və bütün sizlərin adından. İndi isə qeyd etdiyimiz artıq mahnılarımız da səsləndi. Təbii ki, bu günləri bizim üçün də iftixarlı, fəxrli günləridir, dəqiqələridir. Bu əbədi zəfərimizdir və birliyimizlə əbədidə qalacaq. İndi isə təbii ki, bütün tədbirlərdə nə olmalıydı? Ateş və şanlıq. Ateş və şanlıq.